Salam, hər vaxtınız xeyir olsun. Uzun müddət sonra yenidən nəhayət test izahına başlayırıq. Bugünkü seçdiyim mövzu yastığı saf və həlqəvi qurdlardır. Birinci tapşırıqdan başlayaq. Birinci tapşırıqda bizdə bədən boşluğuna malikdirlər soruşur. Biz bilirik ki, ilk bədən boşluğu yaranıb saf qurdlarda, ikinci bədən boşluğu yaranıb həlqəvi qurdlarda. Bədən boşluğuna malikdirsə, biz asan yolla necə seçə bilərik? Yastı qurduları çıxa bilərik. Yastı qurdular bilirik ki, bədən boşluğuna malik deyirlər. Aha, indi gəlin baxaq. B variantında öküz solteri yastı qurddur. C variantında exnakok yastı qurddur. D-də yenə öküz solteri var, Y-də yenə exnakok var. Deməli, qalır sadəcə A variantı. A variantında askarit sap qurddur. İlk bədən boşluğuna malikdir. Soxulcan isə həlqəvi qurddur. İkinci bədən boşluğu olan sellon əmələ gəlmişdir. İkinci tapşırığa baxaq. İnsan asqarinin neçə dodaq çıxıntısı vardır? Biz bilirik ki, insan asqarinin 3 dodaq çıxıntısı mövcuddur. Doğru cavab C variantı. Üçüncü, planarinin tənəffüsündə aşağıdakılardan hansı iştirak edir? Hələ ki, yastı qurdlarda heç bir tənəffüs orqanı yoxdur. Ümumiyyətlə, həlqəvi qurdlara qədər tənəffüs orqanı yoxdur. Həlqəvi qurdlarda bir dənə qum qurdunda 2 dəfə qəlsəmələr əmələ gəlmişdi. Planari suda yaşayan bir canlıdır və bütün bədən səthi ilə oksigeni qəbul edir. Doğru cavab A variantı. 4. Qida həzm sistemində yalnız bir istiqamətdə hərəkət edir. Bu o deməkdir ki, ağızla, ağız dəliyi ilə qəbul olunan qida həzm orqanlarından keçdikdən sonra anal dəliklə xaric olunur. Yəni, bizə bir istiqamət soruşursa, anal dəliyi olan canlıları götürməliyik. Gəlin baxaq. A variantında öküz solteri və axplanari var. Ümumiyyətlə, öküz solterində həzm orqanları yoxdur. Axplanaridə isə iki tərəfli istiqamətdə ağızdan qəbul olunur. Həzm prosesləri həzm orqanlarında getdikdən sonra yenidən həzm olunmayan qalıqlar ağızdan xaric olunur. Bu isə qidanın iki istiqamətli hərəkətidir. Deməli, B variantında qaraciyər sorusudur. Eynilə axplanari kimidir. Ümumiyyətlə, yastı qurdlarda iki tərəfli, belə deyək, iki istiqamətli hərəkətdir qidanın. Ağızdan daxil olur, həzm olmayan qalıqlar da ağızdan xaric olur. Axplanar olduğu üçün C-ni çıxırıq. D variantında öküz solteri artıq toxunduq bu məsələyə. Y variantında askarit. Askaritdə ilk dəfə anal dəlik yaranmışdı, yəni sap qurdlarda. Və bundan etibarən sap qurdlar, həlqəvi qurdlar və digər canlılarda qida bir istiqamətdə hərəkət edir. Ağızdan qəbul olur, həzm orqanlarında dəyişikliyə uğrayır və anal dəliklə xaric olunur. Doğru cavab Y variantı. 5-ci suala baxaq. Soxulcanın bədəni verilənlərin hansının yığılması hesabına uzanır? Ümumiyyətlə, biz bilirik ki, soxulcan həlqəvi qurddur. Həlqəvi qurdda dəri əzələk hissəsinə həlqəvi və uzunlu əzəllər aiddir. Həlqəvi əzələ yığılanda, halqa yığılanda nə olur? Bədən nazikləşir. Nazikləşdiyi üçün uzanır. Uzunlu əzəllər yığılanda isə bədən yoğunlaşır və qısalır. Bir sap götürün, onu yığın, görəcəksiniz ki, həmin ümumi bir ölçü qısalmış oldu. Deməli, uzanma üçün həlqəvi əzələ yığılmalıdır. Qısalma üçün uzunlu əzələ yığılmalıdır. Ümumiyyətlə, qeyd edirik nəyin? Öz dəftərinizə, qeyd dəftərinizə yaza bilərsiniz. Həlqəvi əzələ yığılanda incəlir və bədən nazikləşir və uzanır. Uzunlu əzələ yığılanda yoğunlaşır, qısalır. Bir əzələ yığılanda o biri əzələ boşalır. Bunları qeyd edə bilərsiniz. Və bir də qeyd etməlisiniz ki, soxulcanın dəri əzələk hissəsində birinci dəridən altda həlqəvi əzələlərdir, ondan altda isə uzunlu əzələlər yerləşir. 6-cı. Axplanar üçün xarakterik olmayan əlaməti seçin. Ağızın kənarında 3 dodaq çıxıntısı. Elə doğru variant budur. Biz bayaq bunu hansı canlıda dedik? İnsan askaridində 3 dodaq çıxıntısına malik olan ağız insan askaridinə aiddir.
Həzm olunmamış qida qalıqlarının ağızdan kənara tullanması, bəli. Dedik ki, qida iki istiqamətdə hərəkət edir. Ağızdan həzm orqanlarına daxil olur, dəyişikliyə uğrayıb, sonra yenə də ağızdan qalıqlar xaric olunur. İkitərəfli simmetriya, bəli, yastı qurlardan etibarən ikitərəfli simmetriya mövcud idi. Sərbəst və yırtıcı həyat tərzinə malik olması, bəli, axplanari yırtıcıdır. İfrazat məsamələrinin olması, bəli, ifrazat məsamələri axplanaridə mövcuddur. Gəlin baxaq, deməli. Burada 6-da oldu A variantı. Gəlin indi biz baxaq həmin o axplanarinin ifrazat məsamələrinə. Aha, görürsünüz, bu kənarda olanlar ifrazat məsamələridir. Bu da ifrazat prosesini daha aktiv bir hala gətirmiş olur. Aha, gedək 7-yə. Öküz solterinin 6 qarmaqlı sürfəsi. Ümumiyyətlə, öküz solterində baxsaq inkişafına, gəlin baxaq elə. Yastı qurdlarda öküz solteri. İstəsəniz qeydlərinizi apara bilərsiniz. Öküz solterinin gəlin inkişafına baxaq. Öküz solterinin əsas sahibi insan, aralıq sahibi qaramaldır. Əsas sahibin bədənini tərk edir yumurta mərhələsində. Gəlib düşür otların üzərinə. Və qara mal həmin bu yumurtaya malik otu yedikdə yumurta mərhələsində gəlib düşür aralıq sahibin bədəninə. Baxın, aralıq sahibi daxil olur nə mərhələsində? Yumurta mərhələsində. Və gəlir burada 6 qarmaqlı sürfəyə çevrilir. 6 qarmaqlı sürfədən isə qan vasitəsilə əzələlərə gəlib finna əmələ gətirir. Və finnalı əti insan yaxşı bişirilməmiş mal ətini yedikdə, finnaya malik olan mal ətini yedikdə, həmin finna düşür həzm kanalına, orada artıq yetkin qurda çevrilir. İndi mərhələlərinə baxsaq, yumurta, 6 qarmaqlı sürfə, finna və bir də yetkin fərd. Əsas sahibi tərk etdi yumurtada, daxil oldu finnada. Bunu bir dəfə izah edirəm, növbəti testlərdə artıq daha asan keçərik. Və aralıq sahibə daxil olur yumurta mərhələsində, tərk edir finna mərhələsində. Aralıq sahibdə törədir finnoz xəstəliyini, əsas sahibdə tenyarinxoz xəstəliyini törədir. Və finna ilə yetkin fərdin fərqi nədir? Ortaq cəhəti başçıq və boyuncuğa malik olmasıdır. Fərqli cəhəti yetkin fərd həm də buğumlara malikdir və yetkin fərd yumurta qoya bilir. Bu da fərqli cəhətləri. Qeydlərinizi apara bilərsiniz. İndi isə keçək test tapşırığımıza. İndi gəlin baxaq, hardaydıq? 7-də. Öküz solterinin 6 qarmaqlı sürfəsi biz dedik ki, finnaya çevrilir. Qan vasitəsilə əzələlərə gətirilib, burada finnaya çevrilir. Bu belə. İndi gəlirik nəyə? Qaraciyər sorusunun quyruqlu sürfəsi. Keçək qaraciyər sorusunun izahına. Qaraciyər sorusu yastı qurdların sorucu qurdlar sinifinə aiddir. İnkişafına baxsaq, əsas sahibi insan və ya qara maldır, aralıq sahibi kiçik gölməçə elbisidir. Əsas sahibin bədənini yenə yumurta ilə tərk edir, düşür suya, çevrilir kirpikli sürfəyə. Müxtəlif yollarla kirpikli sürfə ilbizin bədəninə daxil olur. İlbizin bədənində sürfə mərhələsi əmələ gətirir. Ondan sonra quyruqlu sürfəyə çevrilib, quyruqlu sürfə ilə onu tərk edir. Quyruqlu sürfə otlara yapışıb sisla əmələ gətirir, qalın qabıqla örtülür və mal bunu yeyəndə, bu otu və yaxud da biz yaxşı yuyulmamış göyərtini yeyəndə orada sis də varsa, o gəlir artıq bizim həzm kanalımıza düşür və cavan sorucuya çevrilir. İndi gəlin bir də ümumiləşdirək. Əsas sahibi insan və ya qara maldır. Əsas sahibi tərk edir yumurta mərhələsində. Daxil olur əsas sahibi sistada. Aralığa daxil olur kirpikli sürfə mərhələsində. Aralığı tərk edir quyruqlu sürfə mərhələsində. Daha sonra diqqət yetirirsinizsə, biz qaraciyər sorusunun ümumi yetkin fərdinə baxsaq, orada ağız və qarın sormacı var. Və həmçinin quyruqlu sürfədə də ağız və qarın sormacı mövcuddur. Sistada da ağız qarın sormacıları mövcuddur. Bunlara mütləq diqqət edirsiniz.
Daha qəliz test tapşırıqlarında bu nüanslara diqqət yetirilir. Mhm. Və maraqlısı da budur ki, biologiyada bilirsiniz ki, əksər suallar şəkil üzərindən düşür deyə. Kitabın ola bilər dərsliyin içərisində açıq şəkildə yazılmasın, amma şəklə əsasən sizə suallar verilə bilir. Ona görə maksimum diqqətli olaq. Aha, bu da belə. İndi gəlin, törətli xəstəlik də fasilyozdur. Gəlin qaraciyər sorusunun sualına baxaq. Deyir ki, qaraciyər sorusunun quyruqlu sürfəsi. Quyruqlu sürfə çevrildi nəyə? Quyruqlu sürfə bizim bədəni tərk edəndən sonra otların üzərinə düşüb və sista yaradır. 9-cu sual xoşbəxtlikdən yenə qaraciyər sorusu ilə bağlıdır. Gəlin yadımıza salaq. Nə oldu? Yumurta, kirpikli sürfə, quyruqlu sürfə, sista yetkin fərd. İndi birazdan bir sual da qarşımıza çıxacaq. Orada artıq kirpikli sürfə ilə quyruqlu sürfənin arasında ilbizin bədənindəki sürfə mərhələsi də var. Bəzi test tapşırıqlarında kirpiklidən birbaşa quyruqluya keçir. Bəzilərində isə kirpiklidən sonra ilbizin bədənindəki sürfə mərhələsini də qeyd edir. Burada da diqqətli oluruq. 10-cu sual. Erkək askarit dişidən nə ilə fərqlənir? Erkək askarit dişiyə nisbətən daha kiçikdir və onun bədəninin bir ucu burulmuşdur. Gəlin əyani göstərək ki, yadınızda da qalsın. Neçə dəqiqə? Aha. Fikir verirsiniz, erkək fərd daha qısadır və bir ucu burulmuş vəziyyətdədir. Deməli, erkək askarit dişidən nə ilə fərqləndi? B variantı, erkək nisbətən kiçikdir və onun bədəninin bir ucu burulmuşdur. 11-ci sual. Bayaq dediyim sual baxın budur. Burada artıq ilbizin bədənindəki sürfə mərhələsinə də diqqət yetirməliyik. İndi baxaq. Doğru cavab yetkin fərd tərk etdi yumurta ilə, suya düşdü kirpikli sürfə və o ilbizin bədəninə daxil oldu ilbizdə sürfə və quyruqlu sürfə yaradandan sonra ilbizi tərk etdi və otlara yapışıb sista yaratdı. Doğru cavab C variantıdır. 12. Planaridə yumurtalıqların harada yerləşdiyini müəyyən edin. Baxın, bu da şəklə əsasən olan bir sualdır. Gəlin, diqqətli olaq. Mən onu sizə izah edeyim. Sizin də nə qeydləriniz varsa, mütləq götürün. Aha, baxırıq nəyə? Deməli, biz bilirik ki, axplanari hermafrodit canlıdır. Bir bədəndə həm yumurtalıqlar, həm toxumluqlar var. Qeyd edirsiniz nəyi? Yumurtalıqlar bədənin ön hissəsindədir. Bir cütdür, yəni 2 dənədir. Oval varidir, oval şəklindədir. Deməli, qeyd etdik, yumurtalıqlar bədənin ön hissəsindədir. Bir cütdür, oval varidir. Toxumluqlar bədənin orta hissəsindədir. Çoxlu saydadır, qovuqcuq şəklindədir. Bədənin orta hissəsində çoxlu sayda qovuqcuq şəklindədir. Bunu da belə qeyd edək. İndi keçək test tapşırığımıza. Deyir, planaridə yumurtalıqların harada yerləşdiyini müəyyən edin. Planaridə yumurtalıqlar bədənin ön hissəsində yerləşir. Bir cütdür, oval varid. İlk dəfə mədə əmələ gəlmişdir. 13-cü sual. İlk dəfə mədə həlqəvi qurdlarda əmələ gəlmişdir. Hətta necə mədə idi? 2 şöbədən ibarət olan bir mədə idi. Gəlin ona da baxaq. Aha. Baxırıq. Deməli, baxırıq. Ağız, udlaq, qida borusu. Burada tırnaqarası deyək 3 dənə yumru var. Elə yadda saxlayırsınız ki, birinci hissə çinədandır, qida borusunun genişlənmiş hissəsi. Digər ikisi isə mədənin şöbələridir. Sizə ola bilər ki, test tapşırığında hər hansı birinə ox qoyub göstərsin, sual versin. Bu nədir? Birinciyə ox qoysa çinədan, digər ikisi isə mədə hesab olunur. Və çinədan bilirsiniz ki, qurdlarla, yəni soxulcanla nəyin ortaq xüsusiyyətidir? Quşların ortaq xüsusiyyətidir. Burada da diqqətli oluruq. Sonra deməli, gəlin elə burada baxaq, təzədən qayıtmayaq. Növbəti test tapşırıqlarında bizdən soruşacaq. Nə dedik bayaq? Dedik ki, dərinin altında həlqəvi əzələdir, ondan altda uzunlu əzələdir.
bərinin altında həlqəvi, ondan da altda uzunluğa əzəlilir. İndi test tapşırığımıza qayıdaq. 14. Deyir ki, soxulcanın epiteli qatına daha yaxın olan aşağıdakılardan hansıdır? Epiteli qatı dərisinə yaxın olan nədir dedik? Bilavasitə altında həlqəvi əzələdir. Ondan altda uzunadır. 15-də soxulcanın örtük toxumasının bilavasitə altında yerləşir. Yenə hansı əzələ? Həlqəvi əzələ. Ağ planari yastı qurdu yenə də eyni qaydada. Birinci həlqəvidir, sonra uzunadır. Ona görə bilavasitə birbaşa dediyi üçün həlqəvi götürürük. 17-də artıq diqqətli olursunuz. İnsan asqarinin örtük toxumasının altında bilavasitə yerləşir. Asqarit sapqurtdur. Sapqurdun dəri əzələ kisəsində yalnız uzunluğuna əzələdir. Deməli, həlqəvi əzələ yoxdur. Deməli, örtük toxumasının altında birbaşa uzun əzələ yerləşmişdir. Keçirik 18-ə. Asqardin dəri əzələ kisəsinin tərkibinə hansı əzələlər daxildir? İndicə dedik, yalnız uzun əzələlər. Sürfə mərhələsi 2 nəsildən ibarətdir, yəni 2 cür sürfəsi var. Bunu nə götürürük? Qaraciyər sorğusu götürürük. Çünki burada həm kirpikli, həm quyruqlu sürfə var. Ağ planaridə yoxdur, soxulcanı yoxdur. Bu birlərin isə hərəsində bir cür sürfə mövcuddur. Ona görə də qaraciyər sorğusu götürürük, quyruqlu və kirpikli sürfəsi. 20. Öküz solterinin inkişafı neçə sahibin orqanizmində gedir? Öküz solterinin inkişafı 2 sahibin orqanizmində, əsas və aralıq sahibin orqanizmində gedir. Göstərilən qurdlardan hansı sahibini dəyişmədən inkişaf edir? Yəni, yalnız bir sahibi var. Bu da sapqurdlardır. Sapqurdlarda aralıq sahibi adətən olmur, yalnız əsas sahib var. Məsələn, insan asqarıdır. Amma digərlərində həm aralıq, həm əsas sahib var. Təbii ki, ağ planarini çıxmaq şərti ilə. 22. Aşağıda göstərilən hansı qurd hermafrodit deyil? Ayrıcinsiyyətli qurdlarımız hansı tipi idi? Sapqurdlar tipi idi. Sapqurdların nümayəndəsi insan asqarıdır. Ankilostom uşaq biz quyruğu. Burada da bizdə biz quyruq var. Biz quyruq hermafrodit deyil, ayrıcinsiyyətlidir. Qalan 4 qurd hermafroditdir. Qaraciyər sorğusunun quyruqlu sürfələri əmələ gəlir. Quyruqlu sürfə nəyin tərkibində əmələ gəlir dedik? İlbizin bədənində yaranır dedik. 24. Qaraciyər sorğusunun sistasından cavan sorucu bilavasitə harada çıxır? Baxın, burada diqqətli olursunuz. Cavan sorucu qaramalın həzm kanalında çıxır, əmələ gəlir. Artıq qaraciyərə gedəndə o yetkin fərdə çevrilir. Orada mütləq diqqətli olursunuz. Cavan sorucu qaramalın həzm kanalında. İnsan asqarının inkişafı neçə sahibin orqanizmində gedir? Dedik ki, bunlarda yalnız əsas sahibdir, aralıq sahibi yoxdur, ona görə bir dənə sahib. 26. Qaraciyər sorğusunun inkişafı neçə sahibin orqanizmində gedir? 2. Əsas və aralıq sahibin orqanizmində gedir. Gəldik 27-yə. Ağ planarinin həzm sistemi üzvlərinin düzgün ardıcıllığını müəyyən edin. Ağ planaridə ağız dəliyi, udlaq və 3 dənə bağırsaq şaxəsi. Bağırsaq şaxəsinin biri önə, ikisi arxaya doğru. Yəni B variantı. Hələ ki, anal dəlik yaranmayıb. 28. Soxulcanın həzm sistemi üzvlərinin düzgün ardıcıllığı. Soxulcanda anal dəlik mövcuddur. Bayaq artıq demişdik burada həzm sistemi ardıcıllığını. Ağız, udlaq, qida borusu, çinədan, mədə, bağırsaq, anal dəlik. Elə A variantı doğrudur. Qida borusu genişlənib çinədan yaratdı, sonra 2 şöbəli mədə, sonra bağırsaq, sonra anal dəlik. 29-30 maraqlı suallardır, məntiqi suallar. 29. Əgər ağ planarinin bədəni zəhərsiz keçilməz nazik maddə ilə örtülərsə, o ilk növbədə hansı səbəbdən ölər? Bizə lazımdır bu söz, bədən. Deməli, elə bir şey etməlidir ki, həmin proses bədənlə, bütün bədən səthi ilə baş versin. Ki, bədəni örtsən o proses baş verməsin və onun səbəbindən ölsün.
Ahplanar bədən səthi ilə nə baş verir? Tənəffüs qabiliyyəti. Bütün bədən səthi ilə tənəffüs edir və həmin bədəni örtsək, nəfəs ala bilmədiyi üçün bir müddət sonra öləcək. Bundan sonra gəlir. Bəs öküz solterinin bədənini elə örtsən. Öküz solteri lent şəkilli qurddur. Lent şəkilli qurdlarda həzm sistemi yox idi. Degenerasiyaya uğrayıb, sıradan çıxıb. Ona görə də deməli, degenerasiyaya uğradığı üçün bütün bədən səthi ilə qidanı qəbul edir və həzm olunmayan qalxlar da bütün bədən səthi ilə xaric edir. Ona görə də ə, daha doğrusu parçalanma məhsullarını bütün bədən səthi ilə xaric edir. Ona görə bədənini örtsəz, qidalanıb parçalanma məhsullarını ifraz edə bilmədiyinə görə ölə bilər. 31. Ayrıcinsli heyvan, ayrıcinsiyyətli qurdlar dedik, sap qurdlardır. Sap qurdların da burada nümayəndəsi insan asqardidir. Yeni ayrıcinsli heyvan ankilostoma. Dedik ki, ayrıcinsiyyətli uşaq biz quyruqlu insan asqardi və ankilostomadır. 33. Öküz solterinin finnası yetkin fərddən fərqlənir. Bayaq dediyim sual. Baxın, dəqiqə biz elə bil biraz 33. Öküz solterinin yetkin fərdi finnadan fərqlənir. Yetkin fərd finnadan buğumlara malik olmasına görə fərqlənə bilər. Bir də yumurta qoyma qabiliyyətinə görə. Deməli, burada yetkin fərd finnadan fərqlənir buğumlara malik olmasına görə. Boyuncuq və başçıq hər ikisində ortaqdır. Digərləri də heç bura aid deyil. 34. 34-də əksi soruşulur. Finna yetkin fərddən nəyə görə fərqlənir? Finna yetkin fərddən yumurta əmələ gətirə bilməməyinə görə fərqlənir. Bir də buğumu olmamağına görə. İndi burada yumurta əmələ gətirə bilməməsi var. C variantı. 35. Öküz solterinin aralıq sahibinin bədənində əmələ gələn əsas sahibin bədəndə yetkin fərdə çevrilən inkişaf mərhələsi. Bu, qovuq, yəni finna mərhələsidir. Finna aralıq sahibdə yaranır, yaxşı bişirilməmiş finnalı əti yeyəndə əsas sahibdə yetkin fərdə çevrilir. Ümid edirəm ki, sizə aydındır. Nəsə sualınız olsa, yenə də şərh bölümündə qeyd edə bilərsiniz. 36. Öküz solterinin aralıq sahibinin bədənində rast gəlinən inkişaf mərhələlərindən biri necə adlanır? Öküz solterinin aralıq sahibinə yumurta ilə daxil olur, altı qarmaqlı sülfəyə çevrilir. Altı qarmaqlı sülfə də çevrilir nəyə? Finnaya və finnalı ət yeyəndə də insana keçmiş olur. Deməli, aralıq sahibinin bədənində altı qarmaqlı sülfə var. 37. Exnokokun qovuq mərhələsi hansı orqanizmində əmələ gəlmir? Qovuq nədir dedik? Finnadır dedik. Finna nədə olur? Aralıq sahibdə əmələ gəlir. Aralıq sahibdə əmələ gəlir. Deməli, əmələ gəlmir deyirsə, mən nə götürməliyim? Əsas sahibi. Exnokokun əsas sahibi nədir? İt, pişik, yırtıcılar. Burada da nə var? D variantı, it. Qalanları hamısı fikir verin nədir? Aralıq sahibdir. Aralıq sahib, inək, qoyun, insan da zaten aralıq sahibidir. Biz də dedik, qovuq aralıq sahibdə yaranır. Bizdə əmələ gəlmir dediyi üçün əsas sahibi seçirik. 38-də əksi soruşur. Harda qovuq yarana bilər? Harda yaranır? Aralıq sahibdə. Aralıq sahibi nə ola bilər? İnsan, keçi, inək və s. Deməli, burada da nə olur? İnsan olmuş olur. 39. Aralıq sahibi kiçik göl ilbizi olan parazit qurdlar hansı sinifə aiddir? Aralıq sahibi kiçik göl ilbizi olan. Kiçik göl ilbizi bayaq dedik nəyin aralıq sahibidir? Qaraciyər sorusunun. Qaraciyər sorusu hansı sinifə aiddir? Sorucu qurdlar sinifinə aiddir. Orada diqqətli olun nədə? Burada bəzən sinif, tip belə sala bilir və variantlara da həm sinifi qoyur, həm tipi. Orada mütləq diqqətli olmalısınız. Sizdən nə istəyir? Bizdən sinif istədiyi üçün sorucu qurdlar. Məsələn, burada yastı qurdlar da yaza bilərdi. Siz yastı qurdu görən kimi çalışıb onu götürərdiniz. Orada mütləq diqqətli olun. Nə istəyir sizdən? Hansı təsnifat kateqoriyası? 40.
Aralıq sahibi iri buynuzlu qara mal olan parazit qurdlar hansı sinifə aiddir? Qara mal nəyin aralıq sahibidir? Öküz solterinin. Öküz solteri hansı sinifə aiddir? Lent şəkilli qurdlar sinifinə aiddir. 41. Öküz solterinin inkişaf ardıcıllığını müəyyən edin. Artıq bir neçə dəfə dedik. Yumurta, altı qarmaqlı sürfə, finna, yetkin fərd. B variantı. 42. Exnokok fərdin inkişafının hansı mərhələsində aralıq sahibinin bədənində xəstəlik törədir? Exnokokda, öküz, solterdə, finna mərhələsində, qovluq mərhələsində aralıq sahibdə xəstəlik törədir. Hansı xəstəliyi finnoz xəstəliyini törətmiş olur? Öküz solteri öz fərdi inkişafının hansı mərhələsində əsas sahibin bədənində xəstəlik törədir? Əsas sahibdə qurdlar yetkin fərd mərhələsində xəstəlik törədirlər. Burada da 43-də doğru cavab nə olacaq? Y variantı olmuş olacaq. Çünki bizdən əsas sahib soruşur. Qaraciyər sorusu inkişafının hansı mərhələsində inəkdə xəstəlik törədir? İnək nədir? Bunun aralıq, daha doğrusu üzr istəyirəm, əsas sahibidir. İnək və insan. Və burada yetkin fərd mərhələsində xəstəlik törədir. 45. Əsas sahibin orqanizmində öküz solterinin inkişafının ardıcıl mərhələlərini göstərin. Gəlin baxaq. Əsas sahibin orqanizmində. Əsas sahib nə idi? İnsan idi. İnsana hansı mərhələdə yoluxa bilirdi? Finna mərhələsində. Finna ilə daxil oldu. Gəldi nazik bağırsağa, yetkin fərdə çevrildi. Sonra, yetkinliyə çatandan sonra yumurta qoydu. Deməli, hansı mərhələlər var? 3, 1, 2. Daxil olandan sonraki ardıcıllığı yazmalısınız. 46-ya baxaq. 46 aşağıda. Əsas sahibin orqanizmində exnokokun inkişafının ardıcıl. Exnokok yırtıcıların, it pişiyə necə daxil olurdu? Qovuq, yəni finna mərhələsində. Sonra gedirdi, yetkin fərdə çevrilirdi, sonra da yumurta qoyurdu. Yenə B variantı olmuş olacaq. 47-ci sual. Aralıq sahibin orqanizmində exnokokun inkişafının ardıcıl mərhələlərini göstərin. Aralıq sahib və exnokok nə ilə daxil olurdu? Yumurta ilə. Gedirdi, altı qarmaqlı sürfə yaradırdı və ağciyər və digər daxili orqanlara bu sürfə gedib, qovuq, yəni finna yaradırdı. Doğru cavab B variantı. Yetkin askarit insanın hansı orqanında yaşayır? Yetkin askarit insanın nazik bağırsağında parazitlik eləyir. Doğru cavab C variantı. Aha, maraqlı suallar başlayır. Askaridin sürfəsi hansı orqanda ola bilər? Variantları gəlin oxuyaq, sonra keçək şəkil üzərindən izaha. Sidik kisəsi, yoğun bağırsaq, ağciyər, böyrək, mədə. Doğru cavab ağciyərdir. İndi baxaq görək niyə ağciyərdir. Askaridin dedik ki, əsas sahibi insan idi, aralıq sahibi yox idi. İndi gəlin baxaq görək, bu necə həyat tərzi keçirdir, necə çoxalır. İnsanın bədənindən təbii ki, yumurta mərhələsində düşür torpağa. Hansı torpağa? Rütubət və oksigenli mühitə. Bu mühitə düşməsə, yumurtanın içində heç nə inkişaf eləmir. Bu mühitə düşəndən sonra yumurtanın içində sürfə yaranır və çevrilir hansı mərhələyə? Sürfəli yumurta. Bir də deyirəm, rütubət və oksigenli mühitə düşməlidir ki, yumurtanın içində sürfə yaransın. Yumurtalı sürfəni müxtəlif üsullarla bizim həzm kanalına düşəndə gəlir düşür hara? Nazik bağırsağa. Və bu çevrilir nəyə? Cavan sürfəyə. Bu nüanslara mütləq diqqət edin. Bu cavan sürfə, yetkin sürfə, bunların hamısı suallarda, ayrı-ayrı suallardır. Ona görə mütləq diqqət edin. Cavan sürfəyə. Bu sürfə mərhələsində biz bilirik ki, daxili orqanlarımızdan, qarın boşluğu orqanlarımızdan qan təmizləmək üçün 95% zərərsiz məhsullardan
Siz hala gəlmək üçün daha doğrusu qaraciyərə gəlir. Qapı venası ilə daxil olur hara? Qaraciyərə. Hamısını diqqət yetirin. İndi mən sizdə aşağıda öz materialımdan da qeyd edəcəm, oradan özünüzə yaza bilərsiniz. Qapı venası ilə daxil oldu qaraciyərə, sürfə. Və qaraciyərdən bilirsiniz ki, qaraciyər venası ilə qan, çirkli qan, venoz qan nəyə, hara gəlir? Aşağı boş venaya. Aşağı boş venadan qan gəlib tökülməlidir hara? Ürəyin sağ qulaqcığına. Böyük qan dövranında. Ürəyin sağ qulaqcığına. Sağ qulaqcıqdan sağ mədəciyə. Sağ tərəfdə çirkli qandır. Bu təmizlənməlidir. Təmizlənmək üçün hara gəlir? Ağciyər arteriyası ilə ağciyərlərə gəlir. Başlayır bu sürfə ağciyərdə qaşıntı yaratmağa. Bax, bu bizim sualımızın cavabı. Sürfə harda olur? Ağciyərdə. Qaşıntı yaratdı. Və gəlir burada bronxlar, bronxiollar, bronxlar, traxeya ilə hara gəlir? Ağza. Bəlğəmdən ağza. Bəlğəmi tüpürmədik, udduq. İkinci dəfə gəlir bu yetkin sürfə. Baxın, artıq yetkin sürfəyə çevrildi. Və yetkin sürfəni uduruq, gəlir nazik bağırsaqda, yetkin askaridə çevrilir. Askaridoz xəstəliyini də törədir. İndi bayaq dediyimi istəyirsinizsə yazın. Baxın burada. Aha. Deməli, rütubətli torpağa düşdü, ağza gəldi, udulaq qida borusu, mədə, nazik bağırsaq, gəldi cavan sürfəyə. Cavan sürfə qaraciyərin qapı venası ilə qaraciyərə daxil oldu. Qaraciyər venası ilə aşağı boş venaya töküldü. Oradan gəldi ürəyin sağ qulaqcığına, ürəyin sağ mədəciyinə. Ürəyin sağ mədəciyindən ağciyər arteriyası ilə çıxdı, getdi ağciyərə. Qan təmizləndi və ağciyərə gəldi, daha doğrusu qaşıntı yaratdı. Ağza gəldi, ikinci dəfə udulur. Udulaq qida borusu, mədə, nazik bağırsağa gəlib yetkin fərdə çevrilir. Diqqətli olun nədə? Suallarda verilir. Hansı damarda var? Baxın, ağciyərlə əlaqəli. Arteriyada var, amma qayıtmır axı ürəyə. Ona görə ağciyər venasında yoxdur. Ürəyin normal halda ağciyər venasında olmamalıdır. Normal halda ürəyin sol hissəsində olmamalıdır. Bunların hamısı ayrı-ayrı qeydlərdir. Mütləq yazırsınız. Mütləq. Baxın, hətta burada belə eləyim. İstəyirsiniz çəkin götürün, özünüz üçün yazın. Belə. Hə. Deməli, nə deyir? Askardin sülfəsi insan hansı orqanında ola bilər? Dedik, ağciyərlərdə. Dişi insan askardi və ağ planari üçün ümumi olan əlamət. Hər ikisində bir cüt yumurtalığın olması elə doğru cavabdır. Həm dişi askaritdə, həm də ağ planarda bir cüt yumurtalıq var. Parazit həyat tərzi askaridindir. Eyni bir tipə daxil deyirlər. Askarid sapqurtdur, ağ planari yastı qurtdur. Ağzın bədəninin uç hissəsində olması, ön ucunda, bədən ön ucunda yerləşməsi bu askaridindir. Çünki ağ planaridə ağız hardadır, bədən orta hissəsindədir. Dəri əzələ hissəsinin halqa şəkilli və uzunlu əzələlərdən ibarət olması, bu da ağ planarinin xüsusiyyətidir. Çünki askariddə yalnız uzunlu əzələlərdir. Bir 10 dənə də izah eləyək, qalanı qalsın sabaha. İnsan askardi və axplanari üçün ümumi olan əlamətlər. Qan damar sisteminin olması, ümumiyyətlə heç birində qan damar sistemi yoxdur. Parazit həyat tərzi askardi dedik. Eyni bir tipə aid deyil dedik. Həzm sistemi, bəli, ikisinin ortaq xüsusiyyətidir. Tənəffüs sisteminin olması, askardi ümumiyyətlə anaerob mühitdədir. Orada da nədə diqqətli olursunuz? Özü, yetkin fərdi anaerob, sürfəsi aerob mühitdə olan askariddir. Çünki sülfə ağciyərdən keçdi axı, oksigenli mühit. Yetkin fərdi anaerob olsa da sülfəsi aerobdur. Ağ planar isə bütün bədən səthi ilə tənəffüs edir. Hər ikisində ortaq olan həzm sistemidir. İnsan adətən aralıq sahibi ola bilər. Exnokokun aralıq sahibi insan, qaramal, keçi, qoyun və s. 53. Verilmiş qida zəncirlərindən hansında öküz soliterinin yetkin fərdə çevrilməsi baş verə bilər? Yetkin fərd harda olur? Əsas sahibdə.
Öküz solterinin əsas sahibi nədir? İnsan. Deməli, ikinci tərəfi nə götürməliyik? İnsan götürməliyik. Çünki bunun əsas sahibi insandır. A getdi, S getdi, Y getdi. İndi gəlirik. Biz necə öküz solterinin finnasına yoluxa bilərik? Finna harda olurdu? Mal ətində əzələdə. Tərəvəzlə nətər yoluxaq? Təbii ki, yaxşı bişməmiş mal ətini yeyəndə biz o finnaya yoluxa bilərik. Doğru cavab B variantı. 54. Yetkin insan asqardı üçün doğru mülahizəni müəyyən edin. Yırtıcı deyil, parazitdir. Aerob deyil, anaerobdur. Hermafrodit deyil, ayrı cinsiyyətlidir. ATF mitoxondriya sintez olunmur. Çünki necə mühitdə yaşayır? Yetkini soruşur. Yetkini anaerob mühitdir. Mitoxondri nə orqanoididir? Tənəffüs orqanoididir. Bu anaerob mühitdə yaşayır. Mitoxondriyası yoxdur. Ehtiyac yoxdur mitoxondriya. Mitoxondrida ATF sintezi həyata keçirilmir burada. Deməli, doğru cavab olacaq C variantı. Zülalları yalnız nüvədə olan irsi məlumat əsasında sintez olunur. Normalda zülallar plastiddə əmələ gəlir, nüvədə əmələ gəlir, mitoxondridə yaranır. Yəni daha doğrusu orada olan irsi məlumat əsasında sintez olunur. Cümləmizi dəyişək. Yoxsa sonra yorumda sırazı adamın üstünə düşürlər. Deməli, hə, burada nə dedik? Harda irsi məlumatlar əsasında sintez oluna bilər? Nüvədə, mitoxondridə, plastiddə. Plastid zaten yoxdur. Mitoxondrida anaerob mühitdə deyə yoxdur. Deməli, yalnız nə qalır? Yalnız nüvəsi qalır. Nüvədə olan irsi məlumat əsasında zülalı sintez olunur. 55. Hansı parazit qurdun sürfələri inkişaf siklində ikinci dəfə sahibin bağırsağına düşməmişdən əvvəl ağciyərdən keçir? Bayaqdan elə o boyda izah elədik. Təbii ki, insan asqardı. Bir dəfə uduldu, gəldi, müxtəlif yollarla gəldi, düşdü ağciyərə. Təzədən ikinci dəfə uduldu. Ondan əvvəl isə ağciyərdən keçir. 56. Öküz solteri üçün səciyyəvidir. Asan sualdır. Belə böyük görünür, amma asan sualdır. Necə həll edirik bu tipli sualı? Görürük çoxdur. Bir-bir baxmaq mənə çətin ola bilər. Vaxt itkisidir. Bədəndə 2 sormacı var. Xeyr. Bədənində başçığında 4 dənə sormacı var. 2 sormacı olan qaraciyər sorusudur. Deməli, bir buna səciyyəvi deyilsə, A getdi, B getdi, Y getdi. Qaldı 2 variantım. Başçıqda sormacılar var, bəli. 2 baxıram, ikisində də var. Udlağı. Öküz solteri nədir dedik? Həzm sistemi. Net şəkilli qurdlarda. Yox idi. Həzm sistemi yoxdur. Deməli, həzm sistemi orqanı yoxdursa, udlağı da yoxdur da. 3 aiddir bura. 2, 3 hələ ki gedir. Amma 5 ilə 6 fərqləndirəcək. Bağırsağı dedik, həzm orqanları yoxdur. Bağırsağı yoxdur. Avtomatik S də getdi. Qalır D. Amma biz bir-bir dəyərləndirək. Bu yolla asan həll elədik. Görürsüz, 2-3-nə baxdıq, uca cavab var. Amma davam edək. İnsan bədənində bəli, parazitlik edir. Balığın bədənində parazitlik eləmir. Bu əvvəl ligula, qayış qurdu, belə bir var idi köhnə kitablarda. O idi balığın bədənində parazitlik edən. Qidalı maddələri bədən səthinə sorur, bəli. Ağız sormacı ilə sorulmur. Bütün bədən səthi ilə. Yumurtadan çıxmış sürfə ilbizin ümumiyyətlə ilbizlə aidiyyatı yoxdur. Qaramal bir də insanla əlaqəsi var. Sürfə bəli, qaramalın bədənində inkişaf edir. Doğru cavab D variantı. 57. Qaraciyər sorusu üçün səciyyəvi. Bayaq artıq dedik. Bunun neçə sormacı var? 2. Avtomatik ikinci səhvdir. 4 sormacı. 2 olanları çıxdım. Yenə qaldı S iləndir. Davam edək. Baxın 1, 3, 5 ikisində də eynidir. Vaxtınızın az getməsini istəyirsinizsə 7-ni dəyərləndirə bilərik. Amma biz hamısını təbii ki baxacağıq. Deməli, qaraciyər sorusunda həzm orqanları var. Deməli, udlağı var. 4 çıxdı. Bağırsaqları var. Çünki həzm orqanı var bunun. Bağırsağı yoxduru çıxdıq. 6 getdi. Qara malın bədənində parazitlik edir. Bəli.
Əsas sahibi insan və ya qaramaldır. 7 aiddir. Avtomatik D variantı. Amma davam edirik. Yalnız insan bədənində parazit edir, səhvdir. İnsan da ola bilər əsas sahibi, qaramal da ola bilər. Qidanı ağız sormacı ilə sorur. Bəli, bu da doğrudur. Qidanı bədən səthi ilə yox, bu aid deyil. Yumurtadan çıxmış sülfə ilbizin bədənində inkişaf edir. Bəli. Kirpikli sülfə ilbizin bədəninə daxil olub, orada inkişaf edib quyruqlu sülfəyə çevrilir. Qara malın bədənində yox, sülfə yox, yetkin fərddir qara malın bədənində. Doğru cavab D variantı. 58. Hansı sırada qida tullantıları anal dəlik vasitəsilə xaric edən qurdlar? Nə dedik? Anal dəlik dedik ki, harda oldu? Sap qurdlarda və həlqəvi qurdlarda. Çıxmalıyıq nəyi? Yastı qurdu. Axplanari yastı qurdu. Baxın, S ilə D-də axplanari var. Y-də qaraciyər sorsu yastı qurdu. Amma A variantda soxulcan qum qurdu, həlqəvi qurdu, anal dəliyi var. İnsan asqaridi sap qurdu, anal dəliyi var. Doğru cavab A variantı. Hansı sırada qida tullantıları ağız vasitəsilə xaric edilir? Yəni iki istiqamətli hərəkətdir qidanın. Ağızdan daxil olub, həzm olmayan qalıqlar da ağızdan xaric olur. Nədir? Yastı qurdların, sorucu qurdlar və kirpikli qurdlar sinifi. Ağ planari və qaraciyər sorusu. Doğru cavab C variantı. Digərlərində qum qurdudur, nereiddir, həlqəvi qurdu, anal dəliyi var. Qum qurdu, nereid. Anal dəlikləri olanda anal dəliyi ilə xaric olunur. 60. Dəri əzələ kisəsi həlqəvi və uzunlu əzələlərdən ibarət olub. Baxın, burada mən deyirəm ki, həlqəvi uzunlu əzələsi varsa, yastı qurd, bir də nə ola bilər? Həlqəvi qurd. Amma ikinci hissəsinə baxıram. Anal dəliyi ilə xaric etsin. Avtomatik yastı qurd ələndi, çünki anal dəliyi yoxdur. Nə lazımdır mənə? Həlqəvi qurd. Həm həlqəvi uzunlu əzələsi olsun, həm anal dəliyi olsun. Bu da həlqəvi qurdlar B variantı. Soxulcan, nereid? Qum qurdu. Bugünlük izahımız bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Öz fikirlərinizi şərh bölməsində qeyd etsəniz, çox sevinərəm. Bu, öz üzərimdə düzəlişə də kömək eləyir. Təklifləriniz olsa da orada qeyd edə bilərsiniz. Və yaxud da hansısa testin izahını istəyirsinizsə hansısa mövzunun, onu da yenə də şərh bölməsində qeyd edin. Təşəkkür edirəm. Qalanını inşallah vaxt olar, sabah paylaşarıq.